Oğlaq Bürcü 21 may 2026 Oğlaq Bürcü üçün günlük proqnoz. Bugün oğlaqlar üçün sakit düşünmək və hadisələri olduğu kimi qəbul etməyə çalışmaq daha faydalı olacaq. Gün ərzində bəzi planlarda kiçik dəyişikliklər baş verə bilər və bu da səni qısa müddətlik narahat edə bilər. Amma hər şeyin düşündüyün qədər çətin olmadığını zamanla anlayacaqsan. Özünü həddindən artıq gərginliyə salmadan addım-addım hərəkət etmək sənə həm rahatlıq, həm də daxili sabitlik qazandıracaq. Bugün tələskən qərarlar vermək əvəzinə biraz gözləmək daha doğru seçim ola bilər. Səhər saatlarında özünü bir qədər yorğun və həvəssiz hiss edə bilərsən. Ətrafındakı insanların davranışları da sənə əvvəlkindən daha çox təsir edə bilər. Xüsusilə uzun müddətdir içində saxladığın bəzi düşüncələr yenidən ağlına gələ bilər. Keçmişdə yaşanan bir hadisəni xatırlamaq və ya kiminsə davranışını yenidən dəyərləndirmək ehtimalı var, amma özünü keçmişə çox bağlamaq yerinə indi nə hiss etdiyini anlamağa çalışmaq daha vacib olacaq. İnsanlarla münasibətlərdə sakit və anlayışlı davranmaq günün gedişatını xeyli dəyişə bilər. Kiçik bir söz və ya diqqətli yanaşma aradakı məsafəni azalda bilər. Yaxın çevrəndən biri sənə gözləmədiyin bir dəstək göstərə bilər və bu özünü daha güvənli hiss etməyinə səbəb olacaq. Bəzi oğlaqlar isə bugün köhnə bir tanışdan xəbər ala bilər və ya uzun zamandır danışmadığı biri ilə yenidən əlaqə qura bilər. Günün ikinci yarısında özünə vaxt ayırmaq istəyin arta bilər. Səs-küydən uzaq qalmaq, sakit mühitdə olmaq və düşüncələrini toplamaq sənə yaxşı təsir edəcək. Özünü yormadan keçirdiyin hər an daxili rahatlığını artıracaq. Axşam saatlarında isə ruh halında yumşaqlıq hiss oluna bilər. Günün əvvəlində səni sıxan mövzular artıq əvvəlki qədər ağır görünməyəcək. Bugünün mesajı, bəzən hər şeyi dəyişmək yox, sadəcə sakit qalmaq insana ən doğru yolu göstərir. Dolça Bürcü 21 may 2026 Dolça Bürcü üçün günlük proqnoz. Bugün dolçalar üçün hərəkətli və müxtəlif düşüncələrlə dolu bir gün ola bilər. Səhər saatlarından etibarən diqqətini bir mövzuda toplamaq çətin görünsə də, gün keçdikcə nəyi necə etməli olduğunu daha yaxşı anlayacaqsan. Ətrafında baş verən hadisələr səndə yeni fikirlər yarada bilər. Xüsusilə uzun müddətdir düşündüyün bir məsələ ilə bağlı gözlənilməz bir inkişaf yaşana bilər və bu da baxışlarını dəyişdirə bilər. İnsanlarla münasibətlərdə daha açıq və səmimi olmaq faydalı olacaq. Bugün bəzi söhbətlər sənə düşündüyündən daha çox təsir edə bilər. Yaxın çevrəndən birinin dediyi söz və ya davranışı uzun müddət yadında qala bilər. Əgər son günlər kimləsə aranda məsafə yaranıbsa, münasibətləri düzəltmək üçün uyğun vaxtdır. Sakit və aydın danışıq bir çox anlaşılmazlığı aradan qaldıra bilər. Günün ikinci yarısında özünü bir qədər azad hiss etmək istəyəcəksən. Rutindən uzaqlaşmaq, fərqli bir mühitdə olmaq və ya kiçik dəyişiklik etmək sənə yaxşı təsir edə bilər. Bəzi dolçalar bugün köhnə maraqlarına yenidən vaxt ayırmaq istəyəcək. Uzun zamandır ertələdiyin bir işi tamamlamaq isə sənə daxili rahatlıq gətirə bilər. Axşam saatlarında yorğunluq hiss olunsa da daxilində qəribə bir rahatlıq yaranacaq. Gün ərzində yaşanan bəzi hadisələr sənə insanları və özünü daha yaxşı anlamağa kömək edə bilər. Özünü çox sıxmadan, anı yaşayaraq hərəkət etmək bugün sənə daha yaxşı təsir edəcək. Bugünün mesajı, bəzən kiçik dəyişikliklər insanın daxilində böyük rahatlıq yaradır. Balıq Bürcü 21 may 2026 Balıq Bürcü üçün günlük proqnoz. Bugün balıqlar üçün hisslərin daha güclü hiss olunduğu günlərdən biri ola bilər. Ətrafında baş verən hadisələrə adi vaxtlardan daha həssas yanaşa bilərsən. Bəzi sözlər və davranışlar səndə uzun düşüncələr yarada bilər. Buna görə də gün ərzində öz daxili rahatlığını qorumaq vacib olacaq. Hər deyilənə görə özünü yormamaq və bəzi məsələləri olduğu kimi qəbul etmək sənə daha yaxşı təsir edəcək. Səhər saatlarında planlarda kiçik qarışıqlıqlar yarana bilər. Gözlədiyin bir xəbər gecikə və ya düşündüyün bir görüş başqa vaxta qala bilər. Amma günün davamında vəziyyət yavaş-yavaş düzələcək. Səbirli davranmaq və hadisələri böyütməmək sənə rahatlıq qazandıracaq. Bugün ani qərarlar vermək əvəzinə biraz gözləmək daha doğru olacaq.
İnsanlarla münasibətlərdə isə isti və səmimi enerji hiss olunur. Yaxın çevrəndən biri ilə edilən söhbət sənə özünü daha yaxşı hiss etdirə bilər. Uzun müddətdir içində saxladığın bir fikri kimləsə bölüşmək istəyə bilərsən. Qarşı tərəfdən görəcəyin anlayış və diqqət sənə mənəvi rahatlıq verəcək. Bəzi balıqlar üçün köhnə xatirələrin yenidən yada düşməsi də mümkündür. Günün ikinci yarısında sakitliyə ehtiyac arta bilər. Özünlə baş-başa qalmaq, musiqi dinləmək və ya sadəcə dincəlmək ruh halına yaxşı təsir edəcək. Özünü həddindən artıq yükləmədən keçirdiyin bir gün sənə daha çox rahatlıq gətirəcək. Axşama doğru isə daxilində müəyyən aydınlıq hiss oluna bilər və son günlər səni narahat edən mövzular əvvəlki qədər ağır görünməyəcək. Bugünün mesajı, ürəyini yoran düşüncələri buraxdıqca özünü daha yüngül hiss edəcəksən. Qoç bürcü 21 may 2026 Qoç bürcü üçün günlük proqnoz. Bugün qoçlar üçün enerjili, amma eyni zamanda bir qədər qarışıq düşüncələrlə dolu keçə bilər. Günün əvvəlində hər şeyi tez həll etmək və planlarını sürətlə həyata keçirmək istəyə bilərsən. Lakin bəzi gözlənilməz hallar səni tempini azaltmağa məcbur edə bilər. Bu vəziyyət əvvəlcə əsəbiləşdirsə də, sonradan hər şeyin bir səbəblə gecikdiyini anlaya bilərsən. Tələsmədən davranmaq bugün sənə daha çox fayda verəcək. Ətrafındakı insanların davranışları da diqqətini çəkəcək. Xüsusilə sənə qarşı soyuq və ya məsafəli görünən birinin əslində başqa problemlərlə məşğul olduğunu başa düşə bilərsən. Buna görə də hər şeyi şəxsi qəbul etməmək vacibdir. Gün ərzində yaxın dost və ya ailə üzvü ilə edilən söhbət sənə yaxşı təsir bağışlayacaq. İçində saxladığın bəzi fikirləri bölüşmək özünü daha rahat hiss etməyinə kömək edə bilər. Bugün həm də yarımçıq qalan işləri tamamlamaq üçün uyğun enerjilər var. Uzun müddətdir təxirə saldığın kiçik bir işi həll etmək sənə daxili rahatlıq gətirəcək. Günün ikinci yarısında özünə daha çox vaxt ayırmaq istəyə bilərsən. Qısa gəzinti, fərqli mühit və ya sakit bir axşam ruh halını dəyişə bilər. Axşam saatlarında isə emosiyalar bir qədər yumşalır. Gün ərzində səni narahat edən mövzular artıq əvvəlki qədər ağır görünməyəcək. Özünü çox sıxmadan və hər şeyə nəzarət etməyə çalışmadan keçirdiyin anlar sənə daha çox rahatlıq verəcək. Bugünün mesajı, bəzən yolun yavaşlaması dayanmaq deyil, daha doğru istiqaməti görmək üçündür. Boğa bürcü 21 may 2026 Boğa bürcü üçün günlük proqnoz. Bugün boğalar üçün sakit görünən, amma daxilən çox düşüncəli keçən günlərdən biri ola bilər. Son vaxtlar üst-üstə yığılan fikirlər və yarımçıq qalan mövzular yenidən ağlına gələ bilər. Özünü bəzi məsələlərdə qərarsız hiss etsən də, gün keçdikcə nəyi istəyib istəmədiyini daha yaxşı anlayacaqsan. Ən vacibi isə özünü başqalarının fikirlərinə görə dəyişməyə çalışmamaqdır. Səhər saatlarında kiçik gecikmələr və ya plan dəyişiklikləri mümkündür. Əvvəlcə bu vəziyyət səni narahat edə bilər, amma hər şeyi nəzarətdə saxlamağa çalışmaq əvəzinə biraz rahat davranmaq gününü yüngülləşdirəcək. Gün ərzində yaxın çevrəndən biri ilə aranda maraqlı söhbət ola bilər. Uzun müddətdir danışılmayan bir mövzu yenidən gündəmə gələ bilər və bu söhbət sənə bəzi həqiqətləri fərqli tərəfdən görməyə kömək edəcək. Bugün həm də özünə qayğı göstərmək üçün yaxşı zamandır. Yorğunluğunu görməzlikdən gəlmək əvəzinə biraz dincəlmək və öz ehtiyaclarını düşünmək sənə daha yaxşı təsir edəcək. Bəzi boğalar evdə vaxt keçirmək, sakit mühitdə olmaq və sevdiyi şeylərlə məşğul olmaq istəyəcək. Günün ikinci yarısında ruh halında yumşaqlıq hiss edilə bilər. Axşama doğru isə daxilində qəribə bir rahatlıq yaranacaq. Gün ərzində səni sıxan düşüncələrin bir hissəsi artıq əvvəlki qədər ağır görünməyəcək. Özünü tələsməyə məcbur etmədən hər şeyi zamanına buraxmaq bugün sənə ən doğru hissi verəcək. Bugünün mesajı, daxilində rahatlıq yarananda həyatın səsi də daha aydın eşidilir. Əkizlər bürcü 21 may 2026 Əkizlər bürcü üçün günlük proqnoz. Bugün əkizlər üçün düşüncələrin sürətlə dəyişdiyi, bir neçə mövzunun eyni anda diqqətini çəkdiyi bir gün ola bilər.
Səhər saatlarında planlarını bir istiqamətdə saxlamaq çətin görünsə də, günün gedişində prioritetlərin yavaş-yavaş aydınlaşacaq. Birdən ortaya çıxan bir xəbər və ya söhbət baxış bucağını dəyişdirə bilər. Buna görə də tələsmədən qərar vermək və hər məlumatı olduğu kimi qəbul etməmək faydalıdır. İnsanlarla ünsiyyətdə bugün daha çox danışmaq və fikirlərini bölüşmək istəyə bilərsən. Amma hər şeyi dərhal demək əvəzinə qarşı tərəfi dinləmək sənə daha balanslı nəticələr verəcək. Bəzi əkizlər üçün köhnə bir tanışla əlaqənin yenidən qurulması və ya gözlənilməz bir mesaj almaq ehtimalı var. Bu cür anlar günün axarını dəyişdirə bilər. Günün ortalarında diqqətini bir yerə toplamaq bir qədər çətin olsa da, kiçik fasilələr vermək sənə yaxşı təsir edəcək. Eyni anda çox işə girişmək əvəzinə birini tamamlayıb sonra digərinə keçmək daha rahat irəliləyiş yaradacaq. Günün bu hissəsində sakit mühit sənə daha çox kömək edəcək. Axşama doğru isə düşüncələr bir qədər sakitləşəcək və gün ərzində qarışıq görünən bəzi məqamlar aydınlaşmağa başlayacaq. Özünü daha yüngül hiss edə bilərsən və günün əvvəlində səni yoran fikirlər artıq o qədər də vacib görünməyəcək. Bugünün mesajı, hər fikrə eyni anda yetişməyə çalışmaq əvəzinə ən aydın olanı seçmək sənə yol göstərəcək. Xərçəng bürcü 21 may 2026 Xərçəng bürcü üçün günlük proqnoz. Bugün xərçənglər üçün hisslərin daha dərin olduğu, amma eyni zamanda sakitlik axtarışının gücləndiyi bir gün ola bilər. Səhər saatlarında biraz həssaslıq və düşüncələrə qapanma hissi yarana bilər. Bəzi xırda hadisələr səni düşündürsə də, bunları böyütməmək günün gedişini daha rahat edəcək. Özünü qorumaq istəyi artsa da, tamamilə geri çəkilmək əvəzinə balansı saxlamaq daha faydalı olacaq. İnsanlarla münasibətlərdə bugün diqqətli olmaq vacibdir. Kiçik bir söz və ya yanlış anlaşılma səni düşündürə bilər, amma hər şeyi dərhal şəxsi qəbul etməmək gərginliyi azaldacaq. Yaxın bir insanla açıq danışıq etmək içindəki yüngül narahatlığı aradan qaldıra bilər. Səmimi bir münasibət və anlayışlı yanaşma günün enerjisini yumşaldacaq. Günün ortalarında ev, ailə və ya tanış mühitlə bağlı məsələlər daha çox diqqət çəkə bilər. Özünü rahat hiss etdiyin yerlərdə olmaq sənə güc verəcək. Bəzi xərçənglər üçün keçmişlə bağlı bir xatirənin yenidən yada düşməsi mümkündür. Bu, biraz duyğusal anlar yaratsa da, eyni zamanda bəzi şeyləri qəbul etməyə kömək edə bilər. Axşama doğru isə daha sakit və yüngül bir ruh halı yaranacaq. Gün ərzində səni narahat edən fikirlər tədricən arxa plana keçəcək. Özünə vaxt ayırmaq, dincəlmək və sadəcə sakit bir mühitdə olmaq sənə yaxşı təsir edəcək. Bugünün mesajı, duyğularını qəbul etdikcə daxili sakitlik öz yolunu tapır. Şir bürcü 21 may 2026 Şir bürcü üçün günlük proqnoz. Bugün şirlər üçün özünü ifadə etmək istəyi güclü ola bilər. Düşüncələrini və fikirlərini bölüşmək istəyəcəksən, amma hər şeyi bir anda demək əvəzinə doğru anı gözləmək daha yaxşı nəticə verəcək. Səhər saatlarında biraz gərginlik və tələskənlik hiss olunsa da, günün gedişində vəziyyət daha aydınlaşacaq. Özünü sübut etməyə çalışmaq əvəzinə hadisələri təbii axarında buraxmaq sənə daha rahatlıq gətirəcək. Ətrafındakı insanlarla münasibətlərdə bugün diqqət və anlayış vacib rol oynayır. Kiminsə davranışı səni düşündürə bilər, amma dərhal nəticə çıxarmaq yerinə vəziyyəti müşahidə etmək daha doğru olacaq. Yaxın çevrəndən biri ilə edilən səmimi söhbət sənə yaxşı təsir edə bilər və içindəki gərginliyi azalda bilər. Bəzi şirlər üçün gözlənilməz bir görüş və ya xəbər günün axarını dəyişdirə bilər. Günün ortalarında diqqətini bir işə yönəltmək bir qədər çətin ola bilər. Amma kiçik fasilələr və qısa istirahətlər sənə kömək edəcək. Hər şeyi eyni anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha rahat nəticə verəcək. Bugün özünü çox yükləməmək vacibdir. Axşama doğru isə ruh halında yumşaqlıq və rahatlıq hiss oluna bilər. Gün ərzində səni düşündürən bəzi məsələlər artıq əvvəlki qədər ağır görünməyəcək. Özünü sakit bir mühitə buraxmaq və biraz dincəlmək sənə yaxşı təsir edəcək. Bugünün mesajı, bəzən ən doğru cavab heç bir şeyi zorlamadan gözləməkdə gizlidir. Şir bürcü
21 may 2026 Şir bürcü üçün günlük proqnoz. Bugün şirlər üçün özünü ifadə etmək istəyi güclü ola bilər. Düşüncələrini və fikirlərini bölüşmək istəyəcəksən, amma hər şeyi bir anda demək əvəzinə doğru anı gözləmək daha yaxşı nəticə verəcək. Səhər saatlarında biraz gərginlik və tələskənlik hiss olunsa da, günün gedişində vəziyyət daha aydınlaşacaq. Özünü sübut etməyə çalışmaq əvəzinə hadisələri təbii axarında buraxmaq sənə daha rahatlıq gətirəcək. Ətrafındakı insanlarla münasibətlərdə bugün diqqət və anlayış vacib rol oynayır. Kiminsə davranışı səni düşündürə bilər, amma dərhal nəticə çıxarmaq yerinə vəziyyəti müşahidə etmək daha doğru olacaq. Yaxın çevrəndən biri ilə edilən səmimi söhbət sənə yaxşı təsir edə bilər və içindəki gərginliyi azalda bilər. Bəzi şirlər üçün gözlənilməz bir görüş və ya xəbər günün axarını dəyişdirə bilər. Günün ortalarında diqqətini bir işə yönəltmək bir qədər çətin ola bilər. Amma kiçik fasilələr və qısa istirahətlər sənə kömək edəcək. Hər şeyi eyni anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha rahat nəticə verəcək. Bugün özünü çox yükləməmək vacibdir. Axşama doğru isə ruh halında yumşaqlıq və rahatlıq hiss oluna bilər. Gün ərzində səni düşündürən bəzi məsələlər artıq əvvəlki qədər ağır görünməyəcək. Özünü sakit bir mühitə buraxmaq və biraz dincəlmək sənə yaxşı təsir edəcək. Bugünün mesajı, bəzən ən doğru cavab heç bir şeyi zorlamadan gözləməkdə gizlidir. Qız bürcü 21 may 2026 Qız bürcü üçün günlük proqnoz. Bugün qızlar üçün detallara daha həssas yanaşmaq və ətrafdakı xırda dəyişiklikləri tez hiss etmək ön plana çıxa bilər. Günün əvvəlində bəzi məsələlər düşündüyündən biraz daha qarışıq görünə bilər, amma zaman keçdikcə hər şey öz yerini tapacaq. Özünü hər şeyi dərhal düzəltməyə məcbur etməmək bugün daha rahat hiss etməyinə kömək edəcək. Sadəcə müşahidə etmək və tələsmədən qərar vermək sənə aydınlıq gətirə bilər. İnsanlarla ünsiyyətdə bir qədər seçici davranmaq ehtiyacın arta bilər. Hər söhbətə daxil olmaq əvəzinə kimlə danışdığını və nəyi paylaşdığını daha çox düşünə bilərsən. Bugün yaxın çevrəndən biri ilə sakit və səmimi bir dialoq sənə yaxşı təsir edəcək. Kiçik bir anlaşılmazlıq yaranarsa, onu böyütmək əvəzinə yumşaq şəkildə izah etmək münasibətləri qoruyacaq. Günün ortalarında gündəlik işlərə fokuslanmaq biraz çətin ola bilər, çünki fikrin tez-tez yayına bilər. Amma özünü sıxmadan kiçik addımlarla irəliləmək daha uğurlu nəticə verəcək. Bəzi qızlar üçün yarımçıq qalan bir işi tamamlamaq bugün xüsusi bir rahatlıq hissi gətirə bilər. Hər şeyi mükəmməl etməyə çalışmaqdansa, sadəcə axını qorumaq kifayət edəcək. Axşama doğru isə daha sakit və yüngül bir ruh halı yaranacaq. Gün ərzində səni yoran düşüncələr tədricən arxa plana keçəcək. Özünə biraz vaxt ayırmaq, sakit bir mühitdə olmaq və düşüncələri yavaşlatmaq sənə yaxşı təsir edəcək. Bugünün mesajı, kiçik düzəlişlər böyük rahatlığın başlanğıcı ola bilər. Tərəzi bürcü 21 may 2026 Tərəzi bürcü üçün günlük proqnoz. Bugün tərəzilər üçün gün bir qədər dəyişkən ritmlə başlaya bilər. Səhər saatlarında fikirlər tez-tez yön dəyişdirə bilər və kiçik qərarlar belə biraz düşündürə bilər. Amma günün axarına qarışdıqca hər şey daha sadə görünməyə başlayacaq. Özünü tələsməyə məcbur etmədən irəliləmək günün tonunu yumşaldacaq. İnsanlarla ünsiyyətdə bugün həssaslıq artdığı üçün sözlər daha çox diqqət çəkə bilər. Ona görə də deyilənləri dərhal böyük mənaya yozmamaq faydalıdır. Sakit ton və açıq danışıq bir çox gərginliyin qarşısını ala bilər. Xüsusilə yaxın çevrəndən biri ilə qısa, amma səmimi bir dialoq sənə gözləmədiyin qədər rahatlıq verə bilər. Günün ortasında diqqətini bir yerə toplamaq çətinləşə bilər. Fikrin eyni anda bir neçə istiqamətə gedə bilər və bu da səni biraz yorğun hiss etdirə bilər. Belə vaxtlarda özünü sıxmamaq və işləri kiçik hissələrə bölmək daha yaxşı işləyəcək. Hər şeyi eyni anda həll etməyə çalışma, ritmini biraz yavaşlatmaq kifayətdir. Günün sonuna doğru isə daha yüngül bir hava yaranır. Əvvəlcə qarışıq görünən bəzi düşüncələr öz-özünə yerini tapmağa başlayır. Sakit bir mühitdə keçirdiyin vaxt sənə daha çox aydınlıq gətirə bilər. Özünü dinlədikcə günün ümumi gərginliyi də azalacaq.
Bugünün mesajı: hər şeyi eyni anda düzəltmək lazım deyil, bəzən sadəcə axına qarışmaq kifayətdir. Oxatan bürcü. 21 may 2026 Oxatan bürcü üçün günlük proqnoz. Bugün oxatanlar üçün daxildə hərəkət etmək, nəyisə dəyişmək və yeni bir istiqamətə yönəlmək istəyi güclü ola bilər. Amma günün ümumi axını bir qədər yavaş və dalğalı olduğuna görə planlar düşündüyün kimi sürətli getməyə bilər. Səhər saatlarında kiçik gecikmələr və ya gözlənilməz dəyişikliklər səni bir anlıq narahat edə bilər. Buna baxmayaraq, bu vəziyyətin içindən daha yaxşı bir yol və ya yeni bir fikir çıxması da mümkündür. İnsanlarla ünsiyyətdə bugün daha açıq və səmimi davranmaq istəyi artır. Fikirlərini gizlətmək əvəzinə paylaşmaq sənə yüngüllük gətirə bilər. Amma hər sözü dərhal demək əvəzinə qarşı tərəfin reaksiyasını da nəzərə almaq vacib olacaq. Yaxın çevrəndən biri ilə edilən söhbət sənə gözləmədiyin bir baxış bucağı verə bilər və uzun müddətdir düşündüyün bir mövzunu fərqli görməyə kömək edə bilər. Günün ortalarında diqqətini bir istiqamətdə saxlamaq bir qədər çətin ola bilər. Fikirlərin tez-tez dəyişməsi səni yorğun hiss etdirə bilər. Belə anlarda özünü sıxmadan işləri kiçik hissələrə bölmək və arada qısa fasilələr vermək daha faydalı olacaq. Hər şeyi eyni anda həll etməyə çalışmaqdansa, addım-addım irəliləmək günün ritmini daha rahat edəcək. Günün ikinci yarısında isə daha sakit və yüngül bir enerji yaranır. Günün əvvəlində qarışıq görünən bəzi mövzular tədricən öz yerini tapmağa başlayır. Özünü daha aydın və rahat hiss etməyin mümkündür. Kiçik bir gəzinti, sakit bir mühit və ya tək qalmaq istəyi sənə yaxşı təsir edə bilər. Axşama doğru daxildə bir növ yüngüllük və rahatlama hissi yaranır. Gün ərzində səni yoran düşüncələr artıq əvvəlki qədər ağır görünmür. Öz ritmini tapdıqca hadisələrə daha sakit və aydın baxa bilirsən. Bugünün mesajı: bəzən yolun özü deyil, sənin ona necə baxmağın hər şeyi dəyişir.